Sadəcə kitab oxuyuram, elə istəyirəm sizinlə bölüşəm. Kitab deməli, Şeyx Albani barədədir. Təkfir cəmaatının nəsihətidir. Kitabın adı Təkfir cəmaatının nəsihət Şeyx Albani. Və kitab nə fərqlənir, yaxşıdır, seçilir. Birinci, yazan bunu təkfirçilərin dəstəsində olur. Özü danışır ki, Şeyx Albani necə görüşdülər birinci dəfə. Şeyx Albani də ehtiyac yoxdur tanıtdırmağa. Böyük alimdir. Özü Albaniyada doğulub. Sonra bu Albaniyada biraz hakimiyyət tərəfindən sıxılanda deyin, atası alim olur, Hənəfi alimi, Şeyx Albani. Və onun nəticəsində atası gəlir Şama, Suriya. Köçür ora. Tərk edir ölkəni, köçür ora. Və Şeyx Albani hələ o vaxtdan orada oxuyur və şeyxin də böyük xidməti var elmə, sən Peyğəmbər sünnəsinə, yoluna, hədislərə. Çünki özü saatsaz olub sənəti, rahiməhullah, yəni öz pulla qazanan, öz zəhmətlə çalışan insan idi. Və sonra bu elmə başlayanda gecə-gündüz elmə sərf verirdi. Hərdən elə olurdu ki, kitabxana bir var idi Şamda. Kitabxanaçı yaddan çıxardırdılar onu. Sonra çıxır, elə bildilər ki, sakitlik heç kəs yoxdur. Qapını bağlayıb çıxıb gedirdilər. Və sonra gəlib görürdülər ki, səhərəcən şeyx oturub kitab oxuyur. Və hətta kitabxanaçının müdürü təəccüblənir şeyxin hərisliyinə, elmə, mütaliə eləməyənə, kitaba. Hətta yer ayrılırlar onun üçün. Otaq, kitabxanada. Deyirlər ki, sən gəl otur günə, oxuy. Nə qədər istəyirsən. Və nə qəribədir, deyə bilərsən ki, kitabdır da nə var orada oxumaq. Elə deyil. Birinci kitab adi kitablar deyil. Şeyx çox var əlyazma oxuyur. Biri var çap olunan kitablar, biri də var əlyazma. Əlyazma daha ağırdır. Aydındır, daha çox cöft istəyir. Diqqət istəyir. İndi nə var? Məsələn, kitabxanada çap olunan kitab, mətbəədə çap olunan rahat da olar, oxumaq. Hətta bəzən görürsə, hərəkələr də qoyurlar ki, rahat olsun. Amma əlyazma tamam başqadır. Ağırdır. Və şeyx və kompüterdə yox idi. Kompüter hələm təzə-təzə başlayırdı. Ne üçün onu deyirəm? Çünki indi məsələn, adi bir dənə mövzu hazırlamaq üçün götürürsən diski, orada 10 min, 30 min, 100 min dənə kitab var içində. Yazırsan bir dənə söz, bütün o söz hansı kitablarda var gəlir, oturursan, hazırlayırsan, çıxartdı, kitab çıxdı. O vaxt belə deyildi. Kitablara hamısını oxumalıydı. Yadında qalmalıydı. Qeydlər, vərəqlər, yazıntı, əlyazmalar özünün. Yəni, çox ağır iş idi. Çox ağır Şeyx Rahimullah böyük iş görüb doğrudan. Və elə abu-havada şeyx böyük sünnətə, böyük xidmət elədi. Çıxartdı Peyğəmbər salsın hədisləri. Elə hədislər ki, əlyazmalarda idi. Çox vaxt görürsən ki, müsəlmanlar ona heç fikir vermirdilər, oxumamışdılar. Və ya məşhur hədis deyildi, şeyx məşhurlaşdırdı. Yəni, böyük xidməti doğrudan. Və deyir ki, müəllif özü təkfirçi olub, deyir, necə şeyxlə birinci də görüşdük. Deyir, biz təkfirçi idik. Təbii ki, hamısı kafir görürdük və s. Deyir, şeyx eşitdi bizi, çağırdı bizi söhbətə. Biz dedik ki, biz gəlmirik. Sən gəl, lazımdırsa sən gəl. Çünki necə fikir verirsiniz, bu təkfir fikri bəlalarından həmçinin insanın qəlbini möhürləyir, həmçinin əxlaqını koruyur. Əxlaqını koruyur. Yəni, fikir verirsiniz ki, o fikrə düşənlər əxlaq 0 dərəcəsini çatır. Yəni, insanlara dil uzatmaq. Çünki təkfirin nəticəsində artıq söyüşdə rahatlaşır. Yəni, görürsən ki, böyük alimlərə dil uzadırlar. Yəni, söymək, təhqir eləmək, böhtan bir köpəklik,
fikirləşməmək ki, böhtan ola bilər. Qeybət, hələ heç pulda yoxdur, köpük, sıfır. Şeytan vəsvəsələdir, cahillikdir. Və şeyx deyir ki, o böyükləri olur, əmirləri, çünki bilirsiniz ki, o cəmaatlar kökü İxvan Müslümindir. Müsəlman qardaşlar təşkilatı. O da siyasi hərəkatdır. Hansı ki, Amerikada oxuyan Seyyid Qutub gəlir, o siyasi hərəkat qurur Misirdə. Onların qaydasından istəyir gəlsin parlamentə və s. Yəni, əsas məqsəd hakimiyyətdir. Və elə indiki təkfir cəmaatda cihad və s. Hizb-ı Təhrir, neysə, o firqələr ki var, müasir siyasi hərəkatda, onların kökü hamısı müsəlman qardaşlardır. İxvan Müslümindir. Yəni, kökləri İxvandır. Sadəcə bölünüblər. Bölünüblər. Hələ İxvanlar özləri neçə yerə bölündülər və s. Neysə, ola bilər indi bu söhbət əsnasında bəzi məsələləri toxunacaq inşallah. Çünki bəzən qardaşlar ümumən bilirlər, o təşkilata biraz gedə bilməyiblər. Yəni, orada incəliklər var. Yəni, bütün bu dəstələr ki, yoxdur, siyasi hərəkatlar, bu təkfir zat, bunlar siyasi hərəkat dəstində. Sadəcə, bunlar ət kalbasına gəlirlər məsələyə. O birisilər parlamentlə, o birisilər cihadla. Lakin kök hakimiyyətdir, əsas məqsəd hakimiyyətdir. Yəni, sələflərin əsas məqsədi tovhiddir. Yəni, şirki aradan aparıb tovhidi gətirmək. Bunlarsa əsas tovhid ediblər hakimiyyət. Və şirki də ediblər hakimiyyət. Tovhiddən danışan hakimiyyətdən danışırlar, şirkdən danışan hakimiyyətdən danışırlar. Hətta kalbasanı da hakimiyyətə aiddirlər. Ona görə şeyx böyükləri olur, əmirləri, yəni ne üçün deyirəm, İxvan Müslümindir. Bunlar dəstə olan ki, 5 nəfər dilə əmir olmaq lazımdır. Əmir də İslamda 2 növdür. Ya dövlət başçısı, yəni əmirlər, hansı ki onun əlindədir, əmir sahibi sayılır. Bir də şəriətimiz icazə verib, səfərə çıxanda əmir təyin eləmək. O da birinci əmirdən fərqlənir, çünki birinci itaət etmək lazımdır, beyət və s. və s. Qaydası var onun. Amma bu isə, bu əmir, səfərdəki olan beyət zad lazım deyil. Sadəcə səfərdə olan müddətdə əmirli olur. Əmirlidir və salam. Şəriət 2 əmirə icazə verir. Bunlarsa, bunlarda əmirlər doludur. Mini əmirlər, məhəllə əmirləri, şəhər əmiri, aydındır, sonra qitə əmiri və s. və s. Əmir bunlarda seçilən əlamətdən olan, yığışan kimi deyirlər, mütləq əmir olmalıdır. Və əmirləri deyir ki, bunu danışan bu qardaşdır, yəni müəllifdir. Əmir deyir ki, yox, o böyük alimdir. Gedək biz onun yanına. Nəsə deyir, gəldik şeyxin yanına, başladıq. Deyir, neçə saat çəkdi söhbətimiz. Deyir, şeyx alim. Deyir, biz hələ bir küfri, zülmi, fasiqliyi hələ bir mənalı başa düşürdük. Hamısı kafir, hamısı böyük. Hamısı böyük. Nəysə, deyir, söhbət əsnasında da fikir verirdim ki, biz nə gəldi, belə əxlaqsızlıq danışırdıq, qışqırdıq şeyx üstə, belə ələ salmaq sözlər işlədirdik. Deyir, kimsə ayaqlarını uzadırdı, kim belə uzanırdı belə. Amma deyir, təəccübləndirdi məni ələ şeyxlə danışanda ki, şeyx hələ bir qaydada oturmuşdu. Fikir vermirdi ələ şeylərə. Yəni, görür ki, Qurandakilər cahildirlər. Deyir, nəysə söhbət əsnasında deyir, bir neçəmiz qani olduq. Çünki səhərsi gün sonra şeyx yenə istədiyi gəlsin, bu vaxt özü gəldi. Şeyx özü gəldi, çağırdı ki, gəlsən. Özü gəldi, oturdu. Deyir, əlhəmdə qani olduq bəzilər. Bəzilər qani olmadı. O qani olmayanlar sonra bir çıxdılar dindən. Mürtəd oldular. Biri getdi, məhz o qani olmayanlar var idi ya. Hansı ki şeyxi qarşı orada şeylər. Onlar sonra da deyir, sonda biri getdi komünist oldu. Mürtəd oldu. Biri çıxdı dindən. Doğrudan da hələdir. Yəni, xüsusən o dəstələrə fikir versin, xüsusən başçıları sonda çıxırlar dindən və ya artıq şey eləmirlər, rayət eləmirlər heç nəyə. Və şeyxin də söhbəti mühümdir, çünki şeyx itham olunub Murciə söhbətinə.
və bilginən ki, bu murciə bu şeyxi bir dənə deyil, sadəcə bu müqəddimədir. Yoxsa belə onlar sonra biraz olan arasında biraz qızışan kimi, elə bir ki, qarışan kimi, sonra Şeyx Albaniya Bin Baza da deyirlər murciə, Hüseyminə də deyirlər murciə, Fovzana da deyirlər və s. Lakin Şeyx Rahimullah hədəfdədir. Və nə üçün şeyx hədəfdədir? Şeyxin tələbələri hədəfdədir. Tələbələr vurulur və hərdən şeyx özü vurulur. Aydındır. Ona görə fikir verirsiniz, məsələn, onlar aşağı təbəqəni vururlar. Birinci mərhələdə, yuxarı təbəqəni vururlar. Çünki gəlib avama düşün ki, Şeyx Bin Baz, avam deyir ki, onu nə danışsın? Yəni, bu bazada sən ara. Yəni, o oxuyub, sən heç yanında oxumamısan, sən kimsə danışsan. Amma ona görə birinci aşağı, məsələn, fikir verirsiniz, burada da, məsələn, qamətçi, zat. Əslində, mən məyər nəsə qeyri-adi bir şey demişəm, nəsə gətirmişəm özümdən, ixtira eləmişəm. Yox. Mən sadəcə və başqa qardaşlar alimlərin dediyini demişik. Lakin fikir versən, lakin sənə deyəndə o olanı çəkmir. Anlatmaq üçün deyir, o bu qamət. Amma qamətçi də öyle bir ya. Bu alimlər deyil, qardaşlar. Ona görə Şeyx Rahiməhullah böyük alimdir və əlhamdülillah murciəlikdən uzaqdır. Özü Şeyx Rahiməhullah ircalığa rədd edib, nə qədər və Şeyxin əlhamdülillah tələbələri də buna şahiddir, dostları da. Yəni Şeyxin hələ kifayət ki, Muhammed ibn İbrahim məsələn, Şeyxi tərifləyir və həmçinin İbn Baz Şeyxi tərifləyir. Ümumiyyətlə, və Racihi, çünki moddadırsa Racihi Şeyxi tərifləyir. Leheydan moddadır. Yalandan zəng edirlər ama Şeyxi tərifləyir. Aydındır. Sadəcə, indi söhbətim uzundur belə, lakin kitab oxuya-oxuya oradan olan faydaları inşallah sizə qeyd edəcəm. Sadəcə Şeyx Hüseyminin sözünlə qutaraq söhbətimizi Şeyx Hüseyminə deyəndə Rahiməhullah'a Şeyx deyir ki, Rahiməhullah, yəni mühüm bir dənə incəlik orada, bir dənə incə məsələyə toxunur. Gör nə deyir Şeyx Rahiməhullah? Necə cavab verir? Albani Rahiməhullah alim, muhaddis. Albani alimdir, hədis alimidir. Fəqihdir, başa düşəndir. Və lə a'ləmu ləhu kələmən yədullu aləl-ircai əbədən. Onun bir dənə kəlməsi heç bilmirəm ki, hansı ki o kəlmə ircalıq ola bilər. Heç vaxt. Bir dənə kəlməsi ircalıq ola bilər. Hüseymin deyir, Rahiməhullah. Lakin ellezine yuridun. Və burada incəlidir. Şeyx bəzi şeyi orada aydınlaşdırır. Lakin ellezine yuridun en yukeffirun nas. Lakin onlar ki, insanları təkfir eləmək istəyirlər. Yəqulun anhu və an amsalihi. Deyirlər ki, onu barədə, onun misalında kişilər barədə deyirlər ki, murciə. Onu barədə və onun misalı olanlara barədə deyirlər murciə. Şeyx deyir ki, insanlar bəziləri, o təkfirçilər, insanları təkfir eləmək üçün şeyxi və onun kimi olanları murciə deyirlər. فَهُمْ مِنْ بَابُ التَّقْلِبِ بِأَلْقَابِ السُّ. Və bu da elə bir ki, o insanları pis ləqəblərlə çağırmaqdır, çəkindirmək üçün. وَأَنَا أَشْهَدُ. Mən şahid deyilirəm. Şeyx Hüseymin deyir. Rahiməhullah. Şeyx Albani üçün. Bil-istiqamə. Ki, o düz yoldadır. Və səlamətül mu'taqad. Və salamat əqidədədir. Və bu, o kimlər ki, Şeyx Albani barədə murciə deyirlər, olan belin qırır. Və Şeyx Albani, əlhamdülillah, sələfidir. Və kim desə murciə artıq, xüsusən avamlar, artıq bilginlə ki, o azıb. Bir Şeyx Hüseymin, ola bilsin, indi gələcək qabaqda, Şeyx Hüseyminə deyəndə başqa cür deyib orada. Deyib ki, Şeyx Albaniyə murciə deyir, ya o bilmir murciəlikdədir, ya da o Şeyx Albaniyi tanımır. Bax, bugün, hələ bununla yanaq burada, İnşallah bu o kitabda olan faydalar, kitabda o müəllif də o köhnə o təkfirçi olub, o yazıb. Ona görə daha dəlildir, daha mötəbərdir. Deməli, hansı məsələlərə toxunur? Hakimiyyə, əsas qaymaq, kalbasa da buna görə atılır, hakimiyyə.
Sonra müəyyən bir şəxsi təkfir eləmək mövzusu gələcək. Şeyxin mövqeyi, küfrün, nifaqın qismləri, sonra ixtiyal, terror və s. Parlamentə girmək məsələləri, demokratiya məsələləri, səhi minhəc, islahın yolları, münkəri inkar eləməyin yolları və namazı tərk eləyən hökmü qaymaq. İnşallah bunlar gəlir. İnşallah yavaş-yavaş hər günün, yəni görək nə qədər imkan olsa toxunaraq fayda üçün. Bunlar fayda üçün danışılan. Yaxşı qardaşlar, Allah bizə şey faydalardan etsin. Selamun aleyküm.